Herkese salam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz kızlar. Her saat 9'du. Ona işləyir. Ralo logoped apardı yoldaşım. Mən də elə bir vlogu sizinlə paylaşdım. Bu dəfə səhər saatlarında paylaşdım vlogumu. Vlogu paylaşdım. İndi dedim durum özümə bir su süzdüm. Kofemi içeyim. Daha sonra bir iki tane işim var, onları eləyim. İndi mən suyumu içeyim. Limonlu sudur. Belə bir su düzəltdim. Çünki nə də yesəm də məncə su önəmlidir. Pəhrizə o qədər də fikir verməsəm də son vaxtlar çalışıram vaxtında su içim ki, heç olmasa metabolizmam sürətlənsin. Onsuz da hərəkətdəyəm. Su da içəndə daha da yaxşı oluram, gümrah oluram. Ona görə indi bu suyu içim. Daha sonra da kofemi içəcəm. Belə günə başladım. Vlogumu da başlatdım. İnşallah davamı da gələr. Birazdan görüşərik. Bu da mənim səhər yeməyim qızlar. Kalorisini hesapladım. Təxminən 280 kalori falan belə elədi. Yazaram yanında kalorisini. Bu çörəklər də acdan, düşdü. Acdan çörəyinin qıraqlarıdır o. Qıraq hissəsini yemirdi ya. Bir də yaşıl çay hazırladım özümə. Məniş olsun. Bu süfrəni də artıq yoldaşımla Ajdaya hazırladım. Onlar oturub ikisi yedilər. Diyetadayamı tam belə sərt bir pəhrizdə deyiləm. Amma ki çalışıram yediyim, içdiyim hər bir şeyə diqqət edeyim. Çünki həm bağda olanda, həm də daha sonradan artıq iştaham açıldığına görə son vaxtlar biraz kökəlmişəm. Amma çalışacağam ki artıq çəkilərimdən tezliklə qutarım. Çünki özümə də xoş gəlmir. Və məni ən əsası da narahat eləyən şey odur ki, mən heç cür şirniyyatсız qala bilmirəm. Elə gün ərzində özümü güclə saxlayıram ki, hər hansı bir şirniyyatı bişirib yeməyim. Bol-bol su içirəm, o öz yerində. Son bir neçə gündür kalori hesablaması eləyirəm yediklərimdə. Əsasən səhərlər çalışıram yumurta falan belə sağlam qidalanım. Çörək ümumiyyətlə yoxdur rasionumda. Artıq bir neçə vaxtdır çörəyi rasionumdan çıxartmışam, amma ki, dediyim kimi vaxtda olanda çox xoş buraxdım hər bir şeyi, pəhrizi falan. Daha əvvəlcə də 10 kilo vermiş biri olaraq məncə bunu bacaracağam, yenidən arıqlayacağam, özümə inanıram. Siz bəs ən çox neçə kilo çəki atmısınız qızlar, yorumlarda yazın. Mən subay vaxtında bir ara kökəlmişdim. Nişanlı vaxtı. Ümumiyyətlə yəni nişanlanandan sonra evdə daha çox oturmağa başladım və təbii ki kökəldim evdə oturduqca. Amma hardasa toy qabağı bir 10 kilo arıqlamışdım. Sonra artıq uşaqlardan sonra tədricən yenə kilo almağa başladım. Ən son çəkim 75 falan idi. İnsan həqiqətən də çəkili olanda, kilosuz artıq olanda, düzdür ətrafdan rəy gələndə, məsəl üçün kimsə ona deyəndə ki kökəlmisən, arıqla, insan xətrinə dəyir və özünü o dərəcədə də kök hesab eləmir. Amma daha sonra məsələn, misal üçün mən 75 kilodan sonra 62 kiloya düşmüşdüm. Hardasa 12-13 kilo arıqlamışdım. Hal-hazırda 66 kiloyam. Və özümü 66 kiloda olan zaman digər o 75 kiloluq şəkillərimə baxanda özümü çox qəribə hiss edirdim və özümü də anlayırdım ki, mən niyə bu qədər kökəlmişəm axı. Mən digər şəkillərdə o qədər qoca görsənirdim ki, sifətdən, yəni belə kök, biraz da vaxtlar saçım sarı idi. Sarı saç ümumiyyətlə insanı qoca göstərir məncə. Biraz daha qoca deməzdim, yaşını artıq göstərir. Amma təzədən artıq arıqladıqca həm öz saç rəngimə döndüm, qəhvəyi rəng boyalarla təzədən saçımı öz saç rəngimə döndərdim, həm arıqladım. Elə insanın özünə də xoş gəlir, həm arıq, həm baxımlı olmaq. Yəni ki, indi bundan sonra da yəni çalışacağam ki, biraz özümə çəki düzən verim, belə olmaz. Əslində istəyərdim 55 kiloya düşüm, amma özümü birdən belə yükləmək istəmirəm. Əsas odur ki, bir 60 kilo olum. Yazın soruşun ki, nə qədər çəki atdın, neçə kilo arıqladın, necə arıqladın. İnşallah arıqlayandan sonra da təbii ki, sizlərlə də bölüşəcəm və özümə inanıram. Çünki daha əvvəlcə də bacarmışam. Məncə yenə bacaracağam. 10 kilo çəki atmışamsa nə vaxtsa 5-6 kilo mənə elə gəlir ki, çox da böyük bir şey deyil. Onu da bacaracağam qızlar. Qızlar, bu həyəti, balkonu dünən qaynatamla balkonda güldanlar var idi. Onları götürdük, aşağı qoyduq. Baxın bura. İndi burada divanlar var idi həyətdə. Yoldaşımın idi də, mən də götürdüm, istifadə elədim. Belə yaşıllıqlar var idi. Onları da divara vurduq dünən axşam. İndi bu divanı sildim. Bu aparatla təmizlədim divanı. Üzərində də heyvan dönənləri, pişik gəlib deyəsən yatıb. Pişiyin tükləri var xırda-xırda. İndi buranı yaxşı eləmişəm. İndi təmizləyəcəm. Bir də bu divan qalıb. Onu amma təmizlədim. Həm o hissəsini təmizlədim, həm də orasını. Hava da istidir. Ona görə tez quruyacaq. İndi eləyim ki, axşam rahat oturmaq olsun.
Temunun da bu qazancı kəsiləndən sonra arada özümə deyirəm ki, yaxşı ki, heç olmasa belə ev əşyaları almışam. Ən azından bunlar mənə xeyir kimi qaldı. Onu da yəni 1 aylıq qazanc deyildi. Sadəcə yığıb xərcləmirdim. Gözləyirdim ki, belə əldə tutulan bir şey alım. Yalandan yəni boş-boşuna xərcləməyim. Elə pəncərəsini də elə aldım. Yaxşı ki, almışam onu da. Bir də bu divan təmizdir. Yəni düzdür, bu mənim divanımda tam belə ləkələri çıxartmadı. Mənim öz divanım ağ rəngdədir və artıq ləkələr üzərinə hopub 1-2 dənə məhsul demişdiniz. Onları düzdür sınamamışam, amma mənə elə gəlir ki, artıq heç bir məhsuldan o ləkələr çıxmayacaq. Ona görə də almıram heç. İnşallah tezlə dəyişmək də qismət olar. Amma ki, bu aparatı yaxşı ki almışam. Bax, birazdan görəcəksiniz, stolları da təmizləmişəm. İndi məsəl üçün divanları təmizlədim. Qəşəng səliqəli oldu, təmiz oldu. Ən azından içərisindəki tozu, çirki falan yığır. O baxımdan yaxşıdır. Düzdür, indi ləkə düşsə o öz yerindən axadı eləmək lazımdır. O ləkə düşən kimi bunu istifadə eləmək lazımdır. Amma belə içərisindəki tozu, üzərindəki çirki falan hamısını yığır qəşəng və yaxşı ki almışam dediyim məhsulların sırasındadır. Bildiyiniz kimi axırıncı dəfə 2 izləyicimə hədiyyə göndərmişdim. Düzdür, mamaya nə qədər tapşırsam da, hətta dəqiqliyi ilə əminəm ki, düppədüz yazmışam da, yəni hər birini. Çünki mən həmişə kağıza yazıram, kağızı qoyuram həmin o blokun içərisinə. Mama da aparıb elə poçta təhvil verir. Nə qədər də yəni əmin olsam da ki, onu düppədüz yazmışam, amma o gün bir maillə mesaj gəldi ki, hədiyyəni götürdüyü çox sağ olun, amma mənə hədiyyələr qarışıb, mənə digər hədiyyə gəlib. Yəni 2 dənə hədiyyə göndərdiyim üçün hədiyyələr qarışıb. Temu yüklədiyinə görə göndərdiyim hədiyyə gedib digər izləyicimə hazırladığım hədiyyə də Temu yükləyən xanıma gedib. Düzdür, heç bir narazıçılıqları olmasa da, təşəkkür eləsələr də çox pis oldum bu hadisəyə görə. Amma ki, qismət, bir söz var, qismətdən artıq yemək olmur. İndi bəlkə də xanımların xətrinə də deməli belə məsləhət imiş. Yəni də hər birini can sağlığı ilə istifadə eləsinlər. İnan yənməm, əlimdə olmayan bir şeyə görə oldu. Çox güman ki, onu poçta səhv salıblar, səhv qeyd ediblər üzərindəki kağızı. Həmişə eyni göndərirdim. Heç vaxt yəni belə fərqli bir bağlama hazırlamamışdım. Bəlkə ona görə artıq öyrəşiblər ki, nəyi necə gəldi bağlayıblar. Həm də qablaşdırmalar da eynidir. Yəni ki, belə qızlar, belə bir hadisə gəldi başıma. Düzdür, çox pis oldum, amma ki, əlimdən artıq heç nə gəlmirdi deyə. Həm də çox yaxşı ki, xanımlar da yəni bunu yaxşı qarşıladılar. Düzdür, indi hədiyyədir. Ona getməyib, o digər xanıma gedib. Amma ki, istəməzdim də, yəni niyə də misal üçün özlərində fikirləşərlər ki, birdən niyə mənə belə içərisində az məhsul olanı göndərib, digərini söz vermişdi, bunu göndərib. Qismət beləymiş deyə. İnşallah hər biri də can sağlığı istifadə edərlər. Yatdan çıxdı. Divanları yudum, qızlar hamısını yerini belə dəyişdim, jurnallə bura qoyduq. Dəli. İndi buradakı stolları götürdüm, birazdan Katyanı qoşacağım. Hələ ki qoymuşam, Zaratika yığır. Orada da jurnalını falan götürdüm ki, rahat təmizləsin bu otağı. Və indi gedirəm qabyanı boşaltmağa. Qabyanı qoşmuşdum bayaq.
Birinci istədiyim bu paduşkaları qoyum, leoparlı falan. Sonra dedim əşya hansısa yaydı. Biraz belə canlı rənglərlə qoyum. Aşdağın otağında elə flamingo paduşkalar var idi. Onları gətirib qoyduq. Təbii ki, axşam evə girəndə уже götürürəm onları, amma burada əyləşib eləyəndə birinci təmizləyirəm, sonra belə qəşəng paduşkaları qoyuram, əyləşirik. Evə girəndə də götürürəm. Deyirəm ki, qızlar, insan həqiqətən də qınadığına yaşamadan bu həyatdan köçmür. Mən həmişə deyirdim ki, öz-özümə, mən heç vaxt uşağın dalıyca yeməyə görə qaçmaram. Yer yesin, yemir də ac qalsın. Onsuz da acıyandan sonra yeyəcək. İndi bayaqdan Ralinin dalıyca qaçıram. Nə var, bir boşqa soğuz yedirəcəm. Siz o da yeməyini yedi. Qarnı toxdur. Mən də rahatam. Belə. İndi isə gəlin Shein-dən aldığım kosmetikalara baxaq. Bağlama elə dünən gəldi. Və təbii ki, mən bu videonu paylaşmağı unutmuşam. Kosmetika vlogu üçün saxlamışdım, amma elə planşetdə qalıb, yadımdan çıxıb. Dedim elə bura əlavə edeyim, birlikdə baxaq. Bu dəfə aldığım kosmetikalar Şiklamdandır. Hər birini araşdıraraq suya davamlı olanı seçmişəm. Çünki havuza girərkən makyajımı dağılmağını istəmirəm. Belə bir mavi göz qələmidir. Adı belə gedir Azur Blue. Rəngi belədir. Çox gözəl makyajlar alınacaq məncə bundan. Bir ədəd də bunun bənövşəyi rəngini seçmişəm. Adı da belədir. Dırnaqlarıma fikir verməyim. Dünən özüm pis günə qoymuşam dırnaqlarımı. Güya düzəltmək istəyirdim, səliqəyə salmaq istəyirdim, amma özüm elədim. Burada ustanı çağırmadım. Ustanı çağırmadım da bura elə özüm elədim. Biraz səliqəsiz görsənə bilər. Bu da bənövşəyi rəngdədir. Rənglər necə görsənir bilmirəm, amma çox gözəl və canlı rənglərdir. Daha sonra bir ədəd belə qəhvəyi tuş aldım. Bugün hava dəhşət küləklidir. Dünən çox gözəl hava var idi, amma bugün o deyil. Havuza girməyi də istəmirəm belə havada. Belə qəhvəyi rəngdə iki tərəfli bir tuşdur. Bir tərəfi belədir, aplikatoru. Bu aplikatoru sevmirəm, bəyənə bilmirəm. Kipriklərimdə yaxşı durmuş. Digər tərəfi də belə. Bunlar mənim kipriklərimi daha gözəl qıvırır. Bu da iki tərəfli belə qəhvəyi rəngdə bir tuşdur. Muxlayandan sonra dəqiq sizə deyərəm. Amma keçən dəfə Tarte'ın tuşunu almışdım. Bu videoda göstərmişəm. Onu işlətmişəm artıq 4-5 dəfə. Çox gözəl tuşdur. Mən havuza girəndə o gözümdən, yəni gözümün altını qapqara eləmir. Belə xırda-xırda tökülür. Doğru bilmirəm. Suya davamlı olduğu deməkdir ya yox. Yəni ki, asan təmizlənəndə də gözümün altını qapqara eləmir digər tuşlar kimi. Tarte'ın tuşunu bəyəndim. Və mavi rəngində aldım bu qələmlə makyaj eləməyə. Bu da elə digəri kimi iki tərəflidir. Ayda çox gözəl makyaj alınacaq bundan. Belə bir aplikatordur. Rəngləri də canlı görsənir. Ümumiyyətlə qablaşdırması da çox gözəldir, maraqlıdır. Və sonda da bir dənə belə suya davamlı. Bu tuşlar bilmirəm suya davamlı idi ya yox. Yadımda qalmayıb. İndi araşdıraram birazdan. Bu linerdir, ağ rəngdə. Bu da suya davamlı bir linerdir. İndi birazdan makyaj eləyəcəm. Deməli, iki tərəflidir. Bir hissəsi belədir. Bir hissəsi də belə. Qızlar, məncə çox gözəl rəngləri var. İnşallah birazdan da makyaj eləyəndən sonra da bəyənərəm. Elimdəki rəsm dəftəri getmir qızlar. Gərək bunu silərlə təmizləyim. Amma tuşu araşdırdım, çəkibdən soruşdum. Dedi ki, suya davamlı deyil. Ona görə onu biraz ehtiyatla istifadə edəcəm. Yəni çalışacağım gözümə su dəyməsin. Yeni bir gündən salam qızlar. Dünən elə həyətdə oturdum elədim. Daha heç nə çəkmədim. İndi qoymuşam Katya süpürsün buranı. Bu stol üzlərini çıxardıb yuyacağam. Bir də divan üzərində yumağı planlaşdırıram. Uşaqlar da bağçadadır.
Həm də deyirəm artıq bu paduşkaları da dəyişim. Bunların üzlərini çıxardım yuyum. Başqa bir şey taxım bunlara. İndi biraz təmizlik edək. Səhər də çay dasmalarını xlora qoydum. İndi uca qurutmadadır. Adası 40 dəqiqəsi falan qalıb. Onlar da qurusun, sonra onları tüləyəcəm. İndi bunları atım yiyolsunlar. İzləyicimdən sual gəlmişdi ki, Şiqla məhsullarını necə alırsınız, necə sifariş edirsiniz? Mən Shein tətbiqindən sifariş edirəm. Ən münasib qiymətə elə oradadır, həm də orijinaldır. Elə Şiqlamın öz mağazası orada var. Ünvan olaraq da Azərbaycan, Bakı, yəni yaşadığınız ünvan və poçt kodu falan, yəni bu cür məlumatlar lazım olur. Hər hansısa bir kargo şirkətinə ehtiyac olmur. Hər birini də oradan alıram. Shein tətbiqini yükləyin, qızlar. İlk qeydiyyat eləyəndə limitsizdir, yəni nə alırsınızsa alın, çatdırılma pulsuzdur, amma daha sonra hardasa 15 evro, təxminən 30 manat çatdırılma miqdarı, yəni məbləği minimum 30 manatlıq nəsə almalısınız Temu kimi ki, çatdırılma eləsinlər pulsuz. Və bir şey də bəyənirəm Shein'dəki qapıya kimi gətirib təslim eləyirlər. Misal üçün Temuda çatdırılma məntəqələri var, ora aparıb qoyurlar ya da evə təslimat seçirsiniz. Amma burada poçta adresi yazmağınıza baxmayaraq elə zəng eləyirlər ki, bağlamağınız var, konum atın və konum sayəsində də gətirib evə kimi çatdırırlar. Bu baxımdan Shein'i bəyənirəm. Amma məndə bir sual yaranıb, son vaxtlar bilmirəm necə olur o. Shein'də misal üçün 7-8 dənə mağazadan fərqli bir məhsul almaq istəyirəmsə, hər bir mağazadan bir məhsul. Onu ucu bilmirəm, həm bəyannaməsi deyəsən ayrı yazılmalıdır, həm də ki, ayrı-ayrı bağlamalar da gətirib çatdırırlar. Onu mən anladığım qədərilə Temudakı kimi bir bağlama şəklində qablaşdırıb göndərmirlər. Ya mən səhv başa düşmüşəm, əgər başınız çıxan varsa, yəni belə şeyləri bilənləriniz varsa, mənə də yazın yorumlarda, məlumatım olsun. Çünki mənə elə gəlir ki, o hər bir mağaza ayrı bir sifariş kimi göndərir onu və ayrı-ayrı bəyannamə yazmalıyıq, ayrı qablaşdırma olunur, gətirilir, evə çatdırılma edilir. Yəni istər-istəməz də hər dəfə kuryerə də, yəni yoldaşım çayvoy kimi, yəni nəsə verir. Təsəvvür edin 7-8 dənə bağlamaya elə ayrı-ayrı çayvoy verilsə, davru görün hara gəldi çıxdı. Ona görə də o baxımdan biraz fikirləşirəm ki, mənə elə gəlir, onlar ayrı göndərilir, ona görə məncə sərf eləməz. Amma eyni mağazadan, məsəl üçün Şiqlamın mağazasından fərqli-fərqli məhsullar sifariş eləyəndə bir bağlama halında çatdırılır. Bəlkə indi mən səhv başa düşmüşəm, bəlkə elə Temudakı kimi bir göndərilir. Əgər həqiqətən də bu barədə bilənləriniz varsa, yorumlarda yazın, məni də aydınladın. Çünki bəzən olur ki, elə bir məhsul çıxır qabağıma ki, Shein'də həqiqətən də görürəm Temudan daha ucuzdur. Amma fikirləşəndə ki, bir məhsul bu mağazadan, o birisi məhsul o birisi mağazadan, təzədən burada gəl çatdırılma puluna da istər-istəməz yəni verirsiniz də, indi verməyənləriniz də var. Amma bizimkilər indi elə baxırlar ki, zəhmət çəkib qapıya kimi gətiribsə, nəsə verməliyik də əlavə olaraq. Stolun altısını da yudum qızlar, bu da nəticə. İndi əlimdən düşüb tökülər edim. Məndə vaxt var. İçərisindəki çirkli suyu göstərib, məncə ürək bulandırma ehtiyac yoxdur. Bu da mənim təmiz bildiyim stollarımdan çıxan çirkli su, tozlu su. Yapam bunu atım. İndi düşünəndə ki, onların da hər birinə ayrı-ayrılıqda çayvoy verəndə nəsə indi məncə lap baha başa gəlir və dediyim kimi bilənlər varsa bu barədə yorumlarda yazsın. Ayrı gəlir bağlamalar, fərqli mağazadan da olsalar, eyni bağlama olaraq gəlir, yoxsa ayrı-ayrı göndərilir. Onu mənə yorumlarda yazın qızlar. Amma belə sırf Şiqla məhsullarını oradan almağa dəyər məncə. Hətta Şiqlamın rəsmi səhifəsindən belə orada daha münasibdir. Amma yenə də orijinaldılar və hər birində bəyənərək istifadə edirəm. Sadəcə bir mənfisi var ki,
Gidrofil yağla belə çətin çıxırlar. Bu dərəcə suya davamlıdırlar ki, çox çətin çıxırlar gözdən. Mən onları gözümdən çıxardana kimi həqiqətən əziyyət çəkirəm. Gözümü çıxardıram o dərəcə. Gözüm çıxır, amma həmin o makiyaj vasitəsi çıxmır. İndi təbii ki, makiyaj təmizləmə balmı falan məncə daha təsirli olar həmin o makiyajı çıxartmağa, amma göz üçün bu suya davamlı olan məhsullarını almaq istəyirsinizsə, bunu da gözə alın. Hətta mən deyərdim ki, birinci makiyaj təmizləmə balmını alın, ən keyfiyyətlisini. Daha sonra da həmin bu suya davamlı kosmetikaları alarsınız. Bir dənə şiqlamla danışa da nə qədər iş gördüm maşallah. Həm stollarımı təmizlədim aparatla, həm çay dəsmallarını ütülədim, yerlərini yerləşdirdim və keçdim yastıq üzlərini taxmağa. Bu dəfə də belə limonluları çıxartdım. Limonlu ranıram da var, elə qəşəng hər birini istifadə edirəm sərgəli-sərgəli. Bu qədər yastıq üzü çeşidi olmağına baxmayaraq, mən yenə Temuya girəndə yastıq üzlərinə baxıram. Həqiqətən çox qəşəng şeylər var orada. Ora girdinsə çıxmaq olmur. Bilmirəm sizdə necədir? Mən elə əgər girdimsə həmin o tətbiqə Temuya girdimsə, vəsə, yəni mənə 1-2 saat əl dəyməyin, mən ancaq baxıram, seçirəm, səbətə atıram, endirim güdürəm. Endirimdə olan kimi sifariş edirəm. Sonra da deyirəm ki, mən niyə pul yığa bilmirəm. Hamısı təbii ki, bunların ucbatındandır. Amma bir dəfə yoxlayacağam. Bir dəfə bütün tətbiqləri siləcəm telefonumdan, həmin bu onlayn sifariş tətbiqlərini. Onda görüm aylıq olaraq mən nə qədər pul yığa biləcəm. Və qurutma da bitdi. İndi mən aparım bunları yerləşdirim. Ümumiyyətlə, yəni mən pul yığmaqdan aram yoxdur da qızlar. Çox heyf. Belə yəni xasiyyəti olan qızlara həqiqətən həsəd aparıram da. İnsan necə pul yığır, necə belə xərcləmədən də yana bilir. Yəni elə insanlar varsa halaldır. Bir də mənə elə gəlir ki, bu mənim elə bu YouTube hobbimdən qaynaqlanır ki, mən yeni nələrsə almalıyam ki, çəkməyə videom da olsun, kontentim də olsun, yeniliklər eləyim, dekorasiyalar dəyişim. Mənə elə gəlir, mənə elə nəyisə almağa məcbur eləyən elə bu YouTube'dur. Ona görə də qızlar, əgər abunə deyilsinizsə, abunə olun ki, mən motivasiyadan düşməyim, qəşəng-qəşəng şeylər alım, sizinlə də paylaşım. Bunları da qoyurum, digərlərinin yanına qatlavadım, qoydum. Aşağıda da süfrələrdir, bir dənə süfrəm var burada. Bu da Temudan aldığım runnerlarda, heç istifadə eləmirəm bundan. Elə Ramazan ayında bir-iki dəfə Novruzda falan istifadə elədim, hələ də qaldı. Arada bir istifadə eləmək olar. İndi qabaqdan sentyabr ayı gəlir də, onda bu balqabaq, paduşkaları, runner falan hamısı çıxacaq ortalığa. Yenə çox qəşəng şeylər görmüşəm Temuda, dekorativ. Həm yastıq üzləri, həm runner. Arada belə alıb atmaq istəyirəm qırağa, çünki çox qəşəngdirlər. Endirmə düşən kimi almaq lazımdır. Belə. Bu da stol üzlərinin üzləridir. Bəzi hissələrində cırıqlar falan var idi. İndi istəyirəm onları tikim. Həm də ki, stollarım onsuz da qurumuyub. Digər otaqdadır. Pəncərəni açıb qoymuşam ki, havada qurusunlar. İndi bunları tikim. Daha sonra da stol üzərinə taxacağım quruyandan sonra. Bir dənə də bir şey var, qızlar evə bayaq girib. Da məni bir təhər elədi, bezdirdi məni. Bir də onu tapıb məhv eləyə bilmirəm.
Meçələr dəhşət çoxalıb bu aralar. Pəncərəni açan kimi, qapını açan kimi girirlər evə. İndi mən bunları tikim, daha sonra yerləşdirəcəm stollara. Və qızlar, burada da artıq istəyirəm vlogumu sonlandırım ki, sabah yeni bir vlog başladım. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Əlbəttə ki, xoş sözlərinizi və gözəl düşüncələrinizi də bölüşməyi unutmayın. Hər biriniz özünüzə yaxşı baxın. Hələlik.